evdə ata, ana, əgər uşaqdan böyük bacı, qardaş varsa, əgər qışqıra-qışqıra danışırlarsa, səsə baxıb ona təqlid edən uşaq da qışqıra-qışqıra danışacaq. Muhammed Ənvər Şahatın həyatı haqqında biraz mütaliə eləyəndə mən eşitdiyimə görə onun da xəstəliyinə görə həkimlər ona icazə verməyiblər oxumağa. Amma o oxuyurmuş. Çox maraqlıdır ki, bizim Azərbaycan xalqının səsi elə bir səsdir ki, həm bu səsdə incə səslər var, həm də qalın səslər var. Ona görə biz təqlidi rahat bacara bilirik. Ustadlar arasında da çaşqınlıq var idi. Məsələn, dad hərfinin məxrəci haqqında dad hərfinin məxrəcində hələ indinin özündə də biz çətinlik çəkirik. Qardaş, bunun məxrəci var da. Biri zat deyir, biri zat deyir, biri dad deyir. Məsələn, hansıdır? Salam əziz izləyicilərimiz. Hər birinizi Ahəng proqramında xoş gördük. Ümidvaram etdiyimiz bu söhbətlər sizin maariflənmənizə səbəb olmuşdur. Vaxt itirmədən dəyərli qonağımı sizə təqdim etmək istəyirəm. Hacı İlkin Həsənzadə. Hacı, xoş gəlmisiniz. Çox sağ ol İbrahim, Allah razı olsun. Mən də dəyərli izləyicilərimizi salamlayıram. Allah izləyicilərimizdən də razı olsun. Diqqətlə izləyirlər və yazırlar. Çox da bəyənirlər. Allah razı olsun. Hər birindən Allah razı olsun. Ümidvaram ki, onların istədikləri suallara cavab veririk və inşallah gələcəkdə də çalışacağıq ki, daha ətraflı muğamlar haqqında geniş izahlar verək Allahın izni ilə. Bəli, Hacı, təşəkkür edirəm. Hacı, biz artıq bir neçə həftədir ki, bu mövzular haqqında pərakəndə söhbət edirik. Nəzərinizdədirsə. Və mən bugün istəyirəm ki, bu mövzuları yığcan bir şəkildə izləyicilərə təqdim eləyək. İstəyərdim sizə ilk sualımı təqdim edim ki, səsin formalaşmasına təsir edən amillər hansılardır? Biz ümumiyyətlə neçə verilişlərdir ki, danışırıq və sonuncu verilişimiz muğam, bəyat muğamı haqqında oldu. Və belə qərara gəldim ki, tətbiqi haqqında. Belə qərara gəldim ki, ümumiyyətlə muğamdan danışırıqsa, muğamı tətbiq ediriksə, bir o qədər də təqlid və yaxud da Quran oxumaq, bunun ətrafında geniş məlumatlar olsun. Məsələn, tək oxumaq bəzən vaxtı hər şeyi həll etmir. Yəni, sadəcə olaraq oxuyuruq, zərərləri, xeyrləri bilmirik. Və bəzən vaxtı oxuyuruq, çətinliklərlə üzləşirik. Niyə belə oldu? Və başlayırıq streslər keçirməyə. Axı, oxuyan adamlar adətən səsə qarşı biraz həssas olurlar. Özündən götür də. Nə qədər əhəmiyyət verirsən ki, mənim səsim batmasın, mənim səsim həmişə yerində olsun. Yəni, oxuyan adamın səsi həmişə yerində olmalıdır. Yerində olmayan səs mənim nəyimə gərəkir ki, istədiyim vaxt mən rahat oxuya bilməyəcəmsə, onda mən o səsi neynirəm ki? Yaxşı bu suala toxundunuz, çünki mənim də fikrimdə var idi ki, bu məsələləri biraz izah edək. Çünki İbrahim, biz əziyyət çəkmişik bu məsələlərdə. Yəni, şəraitlə əlaqədar olaraq biz əziyyət çəkmişik bu məsələlərdə. Biz istəmirik ki, bizdən sonra gələn nəsil bu məsələlərdə əziyyət çəksin. Çünki harada boşluq var, biz onları görmüşük. Harada əziyyət çəkmişik, biz onları görmüşük. Məsələn, bizim çətinlik çəkdiyimiz hissələrdən biri də təcvid ilə bağlı olan hissələrdir. Artıq həmd olsun Allaha təcvidlə bağlı artıq ali təcvid mərhələsini biz çəkirik və paylaşırıq. Həmd olsun Allaha. Və yaxud da ilk Quran öyrənmə günlərimiz, məsələn, xatırlayıram, çox çətin. Məsələn, bir-iki dənə hərfi öyrənmək üçün günlərlə vaxt gedirdi ki, 2 dənə hərf öyrədilsin sənə. Və yaxud da hərfin üzərində nə qədər, ayn hərfin üzərində nə qədər məsələn saxlayırdılar ki, düz demirsən. Çünki düz də öyrədilmirdi. Bir şey ki, səhv öyrədilir, səhvi bu pis çıxmasına, yəni əstəğfurullah, yəni
təkəbbür mənasında demirəm. Yəni onlar ki, əyn hərfin öyrətmək istəyirdilər, onlar da elə öyrənmişdilər. Hacı, ustadlar arasında da çaşqınlıq var idi. Məsələn, dad hərfinin məxrəci haqqında dad hərfinin məxrəcində hələ indinin özündə də bir çətinlik çəkirik insanları başa salmaq üçün ki, qardaş, bunun məxrəci var da. Biri zat deyir, biri vat deyir, biri dad deyir. Məsələn, hansıdır? Belə şeylər var. O yüzdən muğamlar bölümündə də, səs bölümündə də demək olar ki, biz işləməmişik. Nə mənada? Səsə hansı şeylər xeyirdir? Sadəcə olaraq qulaqla eşitmişik ki, bunu etmək olmaz. Bəzən vaxtı heç o şey ki, ondan çəkinmişik, heç ondan çəkinmək lazım deyilik sən demə. İndi araşdırırıq və təqdim edirik. Yəni, biz bunlar haqqında əziyyət çəkmişik biraz doğrudan. Yəni, ta Quranın əvvəlindən öyrənmə, hərflərdən tutmuş da muğamlar olsun və yaxud da səsə hansı şeylər zərərlidir, hansı şeylər xeyirlidir. Bunlara qədər biz əziyyət çəkmişik. İstəmirik sonraki nəsil əziyyət çəksin. Və onun üstə niyə qalsın ki, tez keçid etsin, getsin muğamın daha artıq şöbələrini öyrənsin, muğamların şöbələrini öyrənsin və yaxud da səsin inkişaf elətdirsin. Əgər cavabı rahat oxuyursa, gedib cavabları rahat oxumaq yolları hansılardır, onları öyrənsin. Məsələn, biz 15 dəqiqə oxuyub, yorulan vaxtlarımız olub da. Bəli, bu mövzu haqqında da danışmışıq. Məsələn, biraz işarə etmişik buna. Niyə bunlar olur? Yəni, bunların səbəbləri hamısı həll olmalıdır. Səsin formalaşmasına təsir edən faktorlar 5 yerə bölüb alimlər. Birincisi, ətraf aləmdir. Yəni, sənin yaşadığın ətraf aləmdə, məsələn, uşaq dünyaya gəlir. Bu səsləri eşitmə yolu ilə və o düşdüyü mühitdən öyrənir. Məsələn, bunu gözəl bir misal vurublar. Deyir ki, məsələn, bəzi ailələr var ki, o ailələrdə qışqıra-qışqıra danışırlar. Və bəzi ailələr var da sakit səslə danışırlar. Bu səsin formalaşmasında, yəni əhilləşməsində belə desək, daha lor dilinə desək daha yaxşıdır. Mühitin təsiri var. Yəni təsiri var, evin təsiri var. Evdə ata, ana, əgər uşaqdan böyük bacı, qardaş varsa, əgər qışqıra-qışqıra danışırlarsa, o səsə baxıb ona təqlid edən uşaq da qışqıra-qışqıra danışacaq. Birinci amil deməli o yüksək səslə danışılma və yaxud da ahəstə səslə danışılma məsələsidir. İnsan düşdüyü mühitdə mütləq o səsləri nə etməlidir? Yaddaşına yazacaq. İndi əgər bu amil varsa, əgər ailədə möhkəm səslə danışılırsa, bu uşaq ki, gələcəkdə oxuyan oldu, oxumağında bir cür təsir qoyacaq. Yəni, qeyd etdiyimiz həmin ailədə olan vəziyyət səsin bir növ hansı formada formalaşmasına gətirib çıxarda bilir. Yəni, dediyimiz kimi səsi necə öyrənirsən, elə yadda qalır. Hacı, necə ki, bir nəfər Abdülbasitə qulaq asırsa, yazil ya bəmlə oxuyur, standart səsdir. Başqası şahata qulaq asır, elə formalaşır səs. Fikir vermirsən, yəni səs özü də əhilləşir, belə desək. Yəni formalaşır. Biri Abdülbasit məsələn həmişə zillə oxuyur, biri də həmin zillə oxuyur. Görürsən, həmin adam bəmdə oxuya bilmir. Deməli, ətraf o səslənmə mühitin insanın formalaşmasında təsir qoyur. Yəni, bu təsir, belə desək, uşaqlıqdan insana nədir? Qoyulan təsirdir. İbrahimcan, ikinci amil coğrafi vəziyyətdir. İnsan harada yaşamasından asılıdır bəzi səslər. Yəni, daha isti yerlərdə yaşayır insan və yaxud da təbiəti, havası daha çox kəskin soyuq olan yerlərdə yaşayır. Allah belə yaradıb da, bəzi yerlər çox istidir, Ərəbistan kimi, bəzi yerlər çox soyuqdur, məsələn, Sibir kimi. Və yaxud da bəzi yerlər var ki, fəsilləri həm bizim Azərbaycanımızda həm isti, həm soyuq. Məsələn, 4 fəslin 4-ü də məsələn bizdə var, həmd olsun Allaha. Bu yerlərdə yaşayan insanların səsləri də təbii ki, fərqli olmalıdır.
məsələn, bizim coğrafiyada maşallah gözəl səsli insanlar nə qədər var. Bəli. Həm zilləri var, həm bəmləri var. Bunlar hamısı təsirdir. Ümumiyyətlə, mütəxəssislər bu sahəyə agah olan şəxslər baxımından belə desək, baxsaq, dünyanın ən yaxşı səsləri hansı yerlərdədir? Bunlar araşdırıblar. Və çox maraqlı olar ki, bunları biz deyək. Musiqi standartlarına deməli, uyğunluq yönəmindən ən çox Aralıq dənizi ətrafında yaşayan insanların səsləri nədir? Gözəl olur. Gözəl olur. Bunu yəni araşdırıblar alimlər. O yüzden bizim də ölkədə nəzərə alsaq, hava həm isti, həm sərin, həm orta. Bizim ölkədə olan səslər də dünya miqyasında qəbul olunmuş güclü səslər siyahısındadır. Bəli. Və bunu qeyd edim ki, araşdırmacıların nəzərlərinə baxanda Misirdir, Yunanistandır, İtaliyadır, Suriyadır, Türkiyədir. Yəni Aralıq dənizi hövzəsi ölkələrində aparılan sorğular və araşdırma bunu göstərir ki, bu ölkələrdə səsi güclü olanlar daha çoxdur. Yenə deyirəm, məsələn, bizim də ölkə həmin ölkələrdən geri qalmır. Çünki hava və ümumi coğrafiya elə bir şəraitdə yerləşir ki, səsin inkişafı. Məsələn, bizdə nə qədər gözəl sular var, məsələn, Qarabağ bölgəsində. Bu sular təsirlidir səsin formalaşmasında. Havanın təmizliyi. Bir ölkə ki, orada havanın çox çirklidir. Yaxşı, orada bəzən nəfəs almaq olmur. Və yaxud da bir ölkə ki, onun suları içməli deyil. Məsələn, Afrika kimi ölkələrdə. Suları elə də yaxşı deyil, içməli deyil. Orada olan səslə Azərbaycanda olan səs təbii ki, fərqli olmalıdır. Yəni, suyun gözəlliyi və yaxud da qidanın gözəlliyi biz niyə görə deyirik ki, oxuyan adam qidalara diqqət etməlidir? Hazı irsdən də çox şey asılıdır. Gəlirik ora. Elə üçüncü şərt irsiyyətdir. Bəli, sən. Məsələn, bugün bizdə gözəl oxuyanlar varsa, təbii ki, irsə bağlıdır. Biz bunu görürük. Nəsildən nəsilə ötürülən səs. Bəzən vaxtı görürsən, aralıqda bir boşluq olur. O təbiidir. Bir nəsil, məsələn, o nəsildə oxuyan çıxmır ortaya. Amma görürsən ki, bir nəsildən sonra bir nəfər çıxdı və həmin insan gözəl bir səsə malik oldu. Onun irsiyyətini araşdırıb axtaranda genetik olaraq gəlir də, belə desək. Görürsən ki, onların nəsillərində oxuyanlar olub. İbrahimcan, bizə müraciət edən əzizlərimizdən mən ilk sual bunu soruşuram. Kökdə oxuyan varmı? Nəsildə. Nəsildə. İstəyir ata tərəfdən, istəyir ana tərəfdən. Hər halda təsir qoyur da. Ona görə şərtdir. Məsələn, bax, bir ailədə bacı qardaşın səsi oxşardır. İrsiyyətdir də. Bacı və qardaşın səsi və yaxud da bacı ilə bacının səsi, qardaş ilə qardaşın səsi müəyyən oxşarlıqlar olur. Bəzən vaxtı o daha çox olur. Görürsən ki, iki qardaşdır, xətt arxasında danışanda bilmirsən hansıdır. Və yaxud da misal vurmaq istəyirəm. Bu yaxında elə mənə bir gözəl bir video görüntü atmışdın, gözəl balanla. Görürsən, oxunuşda hiss olunur ki, mirasdır da, irs keçib ona. Qutufu hə, dəni oxuyur və çox xoşum gəldi, Allah saxlasın. Allah razı olsun, sən balalar. Ona görə irsiyyət önəmli məsələlərdən biridir. Və dördüncü irqdir. İrq. Bu xalqlar arasında olan bir məsələ, biraz da böyüyür. Məsələn, xalqların səslərinə diqqət etsək, bütün xalqların səsi bir-birinə oxşamır ki, bu Quranda da Allah buna işarə verib. Allah necə bizi qəbilələrə böldü
millətlərə böldü. Ta bir-birimizi daha yaxşı tanıyaq. Belə bir ayə keçir Qurani Kərimdə. Məsələn, Afrikalıların səsi qalın səsli insanlardır. Və yaxud da bu tərəflərə gəldikdən, Türkiyə məsələn istiqamətində gəldikcə səslər incələşir. Yaxşı. Bunlar Allah belə yaradıb da bizi. Çox maraqlıdır ki, bizim Azərbaycan xalqının səsi elə bir səsdir ki, bunu mən demirəm, amma bunu araşdırmaçılar deyir. Bütün, həm bu səsdə incə səslər var, həm də qalın səslər var. Ona görə biz təqlidi rahat bacara bilirik. Bəzi xalqlarda incə səs var, qalın səs yoxdur. Məsələn, Afrikalılar götür, qalın səsdir ancaq, incə səs yoxdur. Amma gəldik, məsələn, Türkiyə kimi və yaxud da Çinlilər kimi bu tərəfi götürəndə incə səslər daha çoxdur. Bunlarda qalın səslər problemdir. Görürsən, qalın səsləri rahat oxuya bilmirlər. Yaxşı, biz məsələn ə deyirik, onlar deyir, Bəli. U deyirik, onlar ü deyir. Bəli. Qalın səslərdə çətinlik çəkirlər. Amma bizdə Allah bizim xalqı elə bir formada yaradıb. Allah bərəkət versin. Allah bərəkət versin. Əlbəttə Allahın minnətidir da bu. Bəli. Yəni qiyamətdə daha çox sorğusu olacaq, mən elə bilirəm. Biz sevinirik ki, bizə çox nemət verilən xalqın çox soru-sualı da olacaq. Məsəl üçün, insan olaraq desə, bir insana çox nemət verilibsə, axirətdə çox soru-sualı olacaq. Sizə verilən nemətlər haqqında soru-sual olmaz. Diqqətli olmaq lazım bu məsələdə. Ümumiyyətlə, irq məsələsi, yəni əsas kök məsələlərdən biridir ki, səs faktorunda təsirin qoyur. Belə desək, məsələn, Şimali Afrikada, xüsusilə Misirdə yaşayan etnik qruplar ki var, onlar çox vaxt Hindistan yarımadasında yaşayan insanlardan və ya Cənubi Şərqi Asiyada yaşayan etnik qruplardan daha çox gücə malikdir. Məsələn, bu günləri Misirin qiraətdə, belə desək, gücü niyə görə digər xalqlardan daha çoxdur? Bu səbəbdir. Bəli. Onların oxunuşlarının gücü irqdən gəlir. Və ya məsələn, biz tərəfliklərə gəldikdə bizim səslərimiz onlardan biraz nədir? Fərqlidir. Yumşalığına görə onlardan demir, amma zəifdir. Yəni səslərin o tanallığı, səslərin o yumşaqlığı, cingiltili olması, zil olması, bəm olması görsən fərqlidir. Və yaxud da Ərəbistan yarımadasında yaşayan insanların səsi bizim səslərdən fərqlidir. Daha zəifdir onların səsi. Abu-hava bilirsən ki, təsir qoyur. Yəni bu səslər üstündə daha çox işləmək olur və daha çox inkişaf elətdirmək olur. Gəl yığcamlaşdıraq. Daha çox inkişaf edən səslər, irqi daha çox güclü olan ki, bayaq qeyd elədik, o səslərdir ki, onlar daha çox inkişaf edirlər. Manevrlər çox olur da. Bəli. Məsələn, burada biz təhriri də qoşa bilərik bu irq məsələsinə. Bəzi irqlər var, məsələn, Hindistanlılar özü. Səslərində nə qədər təhrirlər var. Bəli. Misirlilər bu məsələdə daha çox məsələn öndədirlər. İndoneziyada da geridə deyil. Yəni bunlarda görsən zati təhrirlər var. Təhrir nəyə deyilir? Səsdə olan o tezlik, xırdalıqlar. Hacı, bu təhrirlər fitri olaraq yaranır, yoxsa? Fitri olan təhrirlər daha gözəldir, amma qeyri-fitri olan təhrirlər də var. İnsan öz zəhməti ilə. İnsan öz zəhməti ilə, məsələn, baxır, təqlid edir və o tərəfdə inkişaf edir. Bəli. Təhrir tərəfini inkişaf elətdirir. Bəli. Bir dəfə, iki dəfə, üç dəfə axır alınır da. O daha bərəkətli olar, Hacı, zəhmətlə. Hər halda fitri təhrirlərlə qeyri-fitri təhrirlər fərqlidir. Bəli. Çünki orada o tezlik var. Fitri olan təhrirlərdə çox sürətli olur. Çox sürətli olur. Bəli. Və qeyri-adi olur. Səs özü dalğavarı olur belə.
Yəni qeyri-adi səslər olur da, adamı aparan səslər olur bu səslər. Və sonda qulaq, səsin formalaşmasında qulağın misilsiz rolu var. Biz ələlxüsus musiqi yazan musiqiçilər ki var, görürsən onların qulaqları çox iti işləyir. Və sual ola bilər ki, biz qulağımızı inkişaf elətdirə bilərik, inkişaf elətdirə bilmərik. Yəni bunu iki hissəyə bölmək olar. Biri fitridir, fitri olaraq insanın qulağı açıqdır. Fitri olaraq səs duyumu güclüdür. Səninlə danışır, eyni zamanda qıraqda bir neçə səsə də qulaq verə bilir. Bu fitri istedaddır. Və insan bunu qulaq asma yoluyla inkişaf elətdirə bilər. Məsələn, biz təqliddə birinci qulaq asanda, məsələn, şagird gəlir, qulaq astırsan, görsən, heç nə eşitmir. Və yaxud da musiqi müəllimləri bunu daha gözəl, onlar da bu sahədə işləyirlər. Görürsən, məsələn, tarı vurur, tələbə bir tərəfdən də, məsəl üçün, muğamı oxumaq istəyir. Görürsən, muğamı eşidir, tarın səsini eşitmir. Və yaxud da qulağın tara kökləyir, müəllimin ki, ona muğam dərsi keçir, onun səsini eşitmir. Ritmdən çıxmamaq da var. Aha. Biz təqlid öyrədəndə qarinin səsinə qulaq astırırıq. İlk mərhələlərdə görürsən ki, oxuya bilmir. Çünki eşitmir, inkişaf elətdirmir. Bəli. Bir dəfə, iki dəfə, 5 dəfə artıq görürsən ki, qari hansı təhrirləri edib, harada zilə qalxıb, harada bəmə düşüb, artıq onları qulağı duyur və qaçırtmır həmin o təhrirləri. Qulaq yaddaşı deyirlər də, hacı. Buna deyirlər qulaq yaddaşı. Yəni, ümumilikdə biz 5 hissəyə böldük. Səsin formalaşmasına səbəb olan təsirləri. Birincisi ətraf aləm idi, ikincisi coğrafiya, üçüncüsü irsiyyət, dördüncüsü irq, beşincisi qulaq. Bəli. Və bunlar ən böyük amillərdir ki, bizim səsimizin formalaşmasında. Hacı, çox təşəkkür edirəm. Bu birinci sualımıza oxşar bir sualdır. Mənim verəcəyim ikinci sual. Hacı, biz hazırki sualda səsin formalaşması haqqında danışdıq. Mənə maraqlı olardı ki, bəs səsin yaxşılaşmasına təsir edən faktorlar hansılardır? İbrahimcan, biz deməli ilk səsin formalaşmasından danışdıq. Bəli, orada diqqət etsəz, əsasən kök məsələlərə, bəli, irsiyyət, irqiyyət, irq məsələsi bunlara getdi. Və demək olar ki, səsin yaxşılaşması elə bunun içərisindən doğan bir məsələlərdir. Sadəcə olaraq biraz fərqlidir. Səsin yaxşılaşmasında 7 səbəb sayıblar alimlər. Məsələn, səs təlimidir. Onun içərisində səslə birgə qulağın təlimidir. Ona işarə etdik səsin formalaşmasında. Sonra praktiki məşqlərdir. Onların da qaydaları var. Adətən vokal dərslərinə gedənlər, muğam dərslərinə gedənlər bu haqda daha çox yaxşı məlumatlar əldə edirlər. Çünki orada praktiki məşqlərdə konkret necə məşq etmək lazımdır. Onların hamısını müəllimlər deyirlər ki, necə məşq etmək lazımdır, hansı hərflərlə məsələn məşq etmək lazımdır. Üçüncüsü, istirahət etmək. Yetərli şəkildə oxuyan adam yatmalıdır. Əgər yatmırsa, o gözəl oxuya bilməz. Bu, ümumi oxuyanlar tərəfindən araşdırılıb və təcrübədən keçirilmiş bir məsələdir. Siz bizə deyirdiniz də, Hacı, Quran Sədası müsabiqəsi vaxtında ki, hətta finalda mənə dönə-dönə tapşırmışdınız ki, yəni İbrahim axşam tez yata ki, yəni səhərə qədər o enerji yığa biləsin. Daha gün axşama qədər də yatmaq olmaz. Çünki çox yatıb da durub yaxşı oxuya biləcəksən, belə bir şey yoxdur. Yəni normal yatmaqdan söhbət gedir. Yəni belə desək, yorğun olmayasan gərək oxuyan halda. Çünki yorğun olan halda sən təb gəlməyəcəksən oxuyasan.
Necə məsələn bir şairin təbii gəlmək üçün bir hadisələr baş verir, bir qığılcım baş verir, onun təbii gəlir. Oxuyan adamda istirahət edərkən ona təbii gəlir. Hacı, həm də insanda o yuxusuzluq, fiziki gücü də alıraq adamdan. Fiziki gücü də alır. Orada da bizə lazımdır fiziki güc. Dördüncüsü, sağlamlığı qorumaq. Bu haqda da geniş danışmaq olar ki, yəni oxumaq üçün xəstə adam nə oxuyacaq ki? Bir adam xəstədir. Məsələn, mədəsi xəstədir, boğazı xəstədir. Allah rəhmət eləsin, bəzi qarilərimiz həyatını oxuyanda görürük ki, onlar xəstəlik üzündən qiraətlərin yarımçıq qoyublar. Məşhur, dünyaca məşhur olan, məsələn, Muhammed Rifət ki, məsələn, çox məşhur qarilərdən olub, bəli, ömrünün sonlarına 5-6 il qalmış, xəstəlik üzündən oxuya bilmir artıq. Və bu oxuyan adam üçün də əlbəttə çox ağrıdıcı bir haldır. Mən Məhəmməd Ənvər Şahatın həyatı haqqında biraz mütaliə eləyəndə, mən eşitdiyimə görə, onun da xəstəliyinə görə həkimlər ona icazə verməyiblər oxumağa. Amma o oxuyurmuş. Allah rəhmət eləsin. Deyirəm, çətindir də. Yəni bir oxuyan adam ki, məsələn, ona qadağa qoyurlar ki, artıq sən oxuya bilmərsən. Onun problemi də sırf boğazla bağlı. Olur. Bir neçə qarilər var ki, boğazlarından onlar dünyaların dəyişiblər, var belə qarilər. 5-ci amil səsin gözəlləşməsində sağlam qidalardan və pəhrizlərdən keçir. Yəni, sən əgər pəhriz edərsən, sağlam qidalanarsan, o zaman səsində gözəl olacaq. Nə gəldi yemək, nə gəldi içmək olmaz. Altıncısı, mötədillik və orta yolu tutmaq. Bəzən vaxtı görsən ki, biri səsin göstərmək üçün elə ancaq zillərdə məsələn qalır. O, yaxşı hal deyil bəzən. Mötədilliyi qorumaq lazımdır. Nə ifrat, nə təfrid. 7-incisi, yüngül və ümumi idmanlardan istifadə etməkdir. Bunu mən tövsiyə edirəm ki, demirəm, ağır idmanlardan məsələn istifadə etmək yox. Yüngül idmanlardan istifadə etmək insanın, yəni oxuyan adamın əhval-ruhiyyəsinin yaxşılaşmasına bir səbəb olur. İkinci də ciyər yaxşı fəaliyyət göstərir və o da nəhayətdə gətirib gözəl oxumağa çıxardır. Deməli, 7 şey səsin gözəlləşməsində mühüm rolu var. Mən ümumi dediyim, bunların özünün əhrəsinin xüsusi izahları var. Məsələn, səsin təlimindəki birinci idi. Qulaq və səsi birgə inkişaf elətdirmək. Məsələn, tək oxumağı deyil, qulağı da inkişaf elətdirmək lazımdır. Burada şərtdir də, hacı. Belə deyək də, məsələn, əgər mən bir dənə qiraətə qulaq asıramsa, birinci nəfəsdə səsə diqqətimi daha çox yönəldirəmsə, orada ikincidə qulağımı bir başqa bir səslərə mən yönətməliyəm. Burada qari bunu da edinmiş. Biraz bu qulaq deyəndə yəni diqqəti daha çox artırmaqdan söhbət gedir. Səslə birgə qulağı inkişaf elətdirmək. Bəli, bu mümkündür. İkincisi, praktiki məşqlərdən söhbət gedir. Burada da, məsələn, məşq üçün ən yaxşı vaxtlar hansılardır? Mən əgər səhər məşq edirəmsə, yuxudan qalxıram, hansı məşq etməliyəm? Axşam vaxtlarında hansı məşq etməliyəm? Məsələn, səhər çağında olunan məşqlər asta səslərdən istifadə etmək, bəm səslərdən istifadə etmək lazımdır. Yox, əgər mən axşam gün batdıqdan sonra məşq edirəmsə, o zaman yüksək səsləri məşq edə bilərsən. Sən səhər yuxudan qalxırsan, birbaşa zil səsləri məşq edirsən. Bu, sənin səs tellərinə zərərli olan bir şeyə gətirib çıxardacaq. Axşam saatlarında yüksək səslərdən istifadə edə bilərsən. Məsələn, təzə başlayan şəxslər birbaş o qışqırıq, uca səslərdən, uca notları ki, mən oxuyacam, səsim açılacaq, belə bir şey yoxdur. Sən aram-aram bu yavaş-yavaş, pillə-pillə. Əgər mən təzə başlayıramsa, aşağı səslərdə birinci səs telimi öyrətməliyəm. Səs telimi, məsələn, birbaşa baskı edirsən, səs teli deyir, ay Allah, mən... Hacı, idmanda da o cürədir. Yəni, mütləq idmandan əvvəl qızışmaq üçün nəsə bir hərəkət edirsən, sonra idman edirsən. Mütləq, İbrahimcan, gözəl misal vurdunuz. Qızışdırmaqdır da.
Və adətən səhər məşqlərində A kimi səslərdən yumşaqdır axı. Bəli. Baskısı azdır. Bu səslərdən istifadə etmək daha qənaət bəxşdir. Üçüncüsü istirahət etmək və yetərli şəkildə yuxu yatmaq idi. Yəni bu da insan oxuyan insanla söhbət gedir. Əgər onun sənəti, onun işi oxumaqdırsa, mütləq yuxusunu nə etməlidir? Nizamda saxlamalıdır. Yəni saxlaması oxuya bilməyəcək. O da təbii ki, onun həyat rejiminə bağlıdır ki, hansı saatlarda istirahət edəcək, təbii ki, ona bağlıdır. Dördüncüsü sağlamlıq idi. Biz buna səhv etmirəmsə, qabaqki verilişlərimizdə işarə etmişdik. Məsələn, qırtlağın özün qorumaq təbii otlarla ki, hansıdır, onu girib araşdıra bilərlər internetdə və yaxud da mədəni qorumaq, mədə turşusu geri qayıdıb səs tellərin yandırmasın, bunları nəzarətdə saxlamaq. Vaxtında oxuyan insan həkimə getməlidir. Bəli. Və səs tellərinin masajları var, onları etməlidir. Bəzi təbii dərmanlar var. Məsələn, qıraqdan boğazı masaj edirsən səs tellərinin üstün. Bəziləri buxar vasitəsilə, inqalasiya vasitəsilə olunur. Çoxdur bunlar haqqında danışmaq olar. Təbii ki, verilişimizə sığmır bunlar. Beşincisi sağlam qidalar idi. İnsan pəhriz etməlidir. Quran-ı Kərimdə özü də bu barədə deyir ki, insan diqqət fəlyanzuril insanu ilə taamih. İnsan yeməyinə diqqət etməlidir. Ələl-xüsus oxuyan adamdırsa, nələri yeməlidir, nələri içməlidir, bunları mütləq çox şoraba, duzlu, işarə etmişik bunlara, qazlı içkilərdir, qaynar yeməkdir, qaynar çay içməkdir və yaxud da çox buz kimi suları, məsələn, soyuducudan buz kimi suyu götürüb və yaxud da buzu suyun içinə atıb o suları içməkdir. Üzr istəyirəm, mən hətta eşitmişəm ki, isti su və yaxud da çay içmək soyuqdan daha fəsadlıdır. Qaynar, bəli, qaynar su içmək səs tellərinə, yəni nə çox isti, nə çox soyuq içkilərdən ümumiyyətlə pərhiz etmək lazımdır. Əgər bunlar riayət olunarsa, təbii ki, səs günü-gündən gözəlləşəcək. Bunu da qeyd edim ki, oxuyan insanlar həqiqətən həmişə zəhmətdə yaşayan insanlardır. Bəli. Həmişə zəhmətdədir bunlar. Bunu etmə, bunu edərəmsə nə olar? Etdisə səs xarab oldu, gözləməlidir, səs düzəlsin. O çox zəhmətlidir. Təbii ki, Allah Taala güc qüvvət verir bunların riayət etməsində. Və altıncısı mötədillik və orta yolu qorumaq. Elə indi izah elədim demək olar ki, bunu orta yolu tutmaq lazımdır. Ələl-xüsus məşqlərdə, yemək içməkdə. Yedincisi yüngül idman növlərindən istifadə etmək. Ələl-xüsus oxuyanlar boyun məşqlərindən istifadə etməlidir. Mən bunu tələbələrə tövsiyə edirəm. İdman edərkən boyun əzələləri inkişaf edir və o oxuyan zaman ki boyun əzələləri genişlənir, onda səs tellərinə gücü düşmür. Hətta bəzən təcrübədən bunu da deyirəm, oxumamışdan qabaq boyun məşqi azacıq edirsən, boyun əzələləri istiləşir. Bəli. Və yüngül məşqlər ki var, onlar döş qəfəsi və döş diafraqma əzələlərin inkişaf elətdirir. Məsələn, jim kimi və yaxud da pres kimi məşqlər, bunlar da oxuyan zaman diafraqma, yəni nəfəs sisteminə çox yaxşı təsir edir və nəhayətdə qarinin nəfəsi daha çox olur. Bu zaman gözəl, güclü səsə... O da bizə ən çox lazım olan şeylərdən. Güclü səs istehsal etməyə gözəl bir səbəbdir, vasitə olur. Hacı, çox təşəkkür edirəm. Həqiqətən də çox dəyərli mövzular və dəyərli cavablardır. Əlbəttə çox danışmaq olar, sadəcə olaraq verilişin formatına görə. Hacı, bayaq əzlərimizi araşdırsınlar. Bəli, inşallah Hacı. Diaframdan bir kəlmə dediniz, mütləq gələn inşallah həftələrdə. İnşallah bir verilişimizi nəfəs məşqləri haqqında. Bəli, çox dəyərli bir məsələdir o məsələ. Çünki qarilərə ən çox lazım olan bəlkə də bir şeydir. Ümumiyyətlə, oxumaq üçün hansı məsələlər gərəkirsə, inşallah biz onlar haqqında təbii ki, danışarıq. Mən də suallar hazırlayacağım, inşallah sizdən istifadə edəcəm. İnşallah. Hacı, çox təşəkkür edirəm. Həqiqətən, Allah razı olsun. Zəhmət veririk sizə, istifadə edirik. İnşallah
yenə də veriliş başlayanda demişdim. İnşallah izləyicilərimiz maariflənərlər bu mövzulardan. Şəxsən mən özüm nə isə öyrənirəm və hər kəsə də məsləhət görürəm ki, inşallah. Allah razı olsun. Təşəkkür edirəm. Sağ olun. Var olasınız. Bəli, əziz izləyicilərimiz, hər birinizə təşəkkür edirəm. Sağ olun, salamat qalın.